Həmcins mübtədaların işləndiyi nümunəni müəyyən edin. İnsanın əli ilə dəyişir iqlim, doğruldu istəyim, arzum, əməlim. Burada iki cümlə var. Bu hissəyə qədər bir cümlədir. Burada həmcins üzv yoxdur. Amma ikinci hissəsində istəyim, arzum, əməlim, doğruldu. Həmcins mübtədalarımız mövcuddur. Cavabımız bu variant olacaq. Digər nümunədə yaxın sirdaş kimi, yaxın dost kimi qolunu boynuma saldı bu yerlər. Yaxın sirdaş kimi, dost kimi burada tərzi hərəkət zərflikləri olub, fe'lə aiddir. Deməli burada zərfliklərimiz həmcinsdir. Hər kiçik böcəyin adı var quzum, hər meyvənin ayrı dadı var quzum. Burada həmcins üzv yoxdur, hər misrada xitabdan istifadə olunub. Yenə təntənə var, yenə büsat var. Burada ildırım tək süzür qatarlar. Üç cümləmiz mövcuddur və həmcins üzvə rast gəlmirik. Hər cümlənin özünün xəbəri və mübtədası var. Qohumlar, qardaşlar, ellər, obalar, bir məni dinləyin, sizə sözüm var. Burada isə sadalanan sözlər xitab olduğu üçün mübtəda kimi qəbul edə bilmərik. Düzgün cavabımız elə birinci variant olur.